Salam əziz izləyicilər, hər vaxtınız xeyir. Son videomuzda qeyd etmişdim ki, növbəti dərsdə informasiyanın xassələri və təqdim edilmə üsullarına baxacaq. Bugün həmin mövzunu izah edəcəyim. Hazırsınızsa, gəlin başlayaq. İlk öncə informasiyanın xassələri haqqında danışaq. Keçən dərsdə dediyim kimi, informasiya həyatımızın hər yerindədir. Evdə, məktəbdə, telefonda. Ancaq bizə gələn bu məlumatların hamısı eyni olmur. Bəziləri daha dəqiqdir, bəziləri az dəqiqdir. Bəziləri bizə tam məlumat verir, bəziləri isə yarımçıq olur. Bu şəkildə bir ağacın hissəsi göstərilir. Sol tərəfi yaşıl sağlam ağac, sağ tərəfdə isə qurumuş ağac və çatlamış torpaq görünür. Şəkil tamdır, amma bizə tam məlumat vermir. Yəni, ağac niyə quruyub? Niyə bir tərəfi yaşıl qalıb, digər tərəfi quruyub? Bunun səbəbi nədir? Bunları bilmirik. Deməli, bu şəkil bizə yarımçıq informasiya verir. Biz yalnız nəticəni iki fərqli görüntünü görürük. Amma səbəb və şərtlər barədə məlumatımız yoxdur. Bu fərqləri daha yaxşı görmək üçün informasiyanın bəzi xarakterik xüsusiyyətləri var. Bu xüsusiyyətlər informasiyanı necə qiymətləndirməli olduğumuzu öyrədir. Bu dərsdə əvvəlcə bu xüsusiyyətlərin adlarını öyrənəcəyik. Sonra isə hər birinin nə demək olduğunu gündəlik həyatdan misallarla izah edəcəyim. İnformasiyanın xassələri aşağıdakılardır. Etibarlılıq, tamlıq, anlaşıqlılıq, aktuallıq və obyektivlik. Etibarlılıq xassəsi. İnformasiya etibarlı olanda biz ona güvənə bilirik. Yəni, kiminsə dediyi məlumat bir neçə mənbədə də eyni şəkildə varsa, onu yoxlayanda düz çıxırsa, bu informasiya etibarlıdır. Məsələn, müəllimin oxuduğu riyaziyyat qaydasını kitabdan da oxuyanda eyni görünürsə, bu məlumat etibarlı sayılır. Tamlıq xassəsi. İnformasiya odur ki, heç bir hissəsi yarımçıq qalmasın. Yarımçıq məlumatla düzgün qərar vermək çətindir. Məsələn, avtobus marşrutu deyirsən, amma hansı saatda gəldiyini demirsən. Bu yarımçıq informasiyadır. Həm marşrutu, həm saatı deyəndə isə bu məlumat tam olur. Anlaşıqlılıq xassəsi. Anlaşılan informasiya odur ki, onu hamı rahat başa düşür. Çox çətin sözlər olmur. Qarışıq cümlələr yoxdursa, insanlar bu məlumatı tez qavrayır. Misal olaraq, məsələn, bir resepti sadə sözlərlə yazsaq, onu oxuyan hər kəs eyni yeməyi düzgün bişirə bilər. Ancaq çətin terminlərdən istifadə etsək, hamı başa düşməz və qarışdırar. Aktuallıq xassəsi. Aktuallıq o deməkdir ki, aldığımız məlumat öz vaxtında və indi üçün keçərlidir. Yəni, informasiya köhnəlməyib, hələ də işə yarayır. Misal olaraq, hava proqnozunu göstərə bilərik. Səhər sizə deyirlər ki, bugün yağış yağacaq. Bu məlumat aktualdır. Amma siz axşam saat 9-da səhərin proqnozuna baxsanız, artıq işə yaramır. Çünki hava dəyişib və yeni məlumat lazımdır. Deməli, uşaqlar, informasiyanın aktuallığı onu göstərir ki, məlumat doğru zamandadır və indi üçün yararlıdır. Köhnə gecikmiş və ya vaxtı keçmiş məlumat nə qədər düzgün olsa da, artıq bizə faydalı olmur. Buna görə də informasiyanı istifadə etməzdən əvvəl onun aktuallığını yoxlamaq lazımdır. Bu xassə olmasa, informasiya dəyərini itirir və bizi çaşdıra bilər. Obyektivlik xassəsi. Obyektivlik xassəsi informasiyanın qərəzsiz, faktlara əsaslanaraq verilməsi deməkdir. Yəni, məlumatı verən adamın şəxsi fikri qarışmır. Misal olaraq, bugün hava soyuqdur demək bir qədər subyektivdir. Çünki kiməsə görə isti, kiməsə görə isə soyuq ola bilər. Amma bugün temperatur 8 dərəcədir desək, bu obyektiv məlumatdır. Çünki ölçülüb və hamıya eyni dəyəri göstərir. Bu xassə informasiyanın etibarlılığını və düzgünlüyü üçün çox vacibdir. Xassələrdən hansı vacibdir desəniz, əslində bütün xassələr vacibdir. Çünki informasiya etibarlı, tam, anlaşıqlı, obyektiv və aktual olmadıqda onun dəyəri azalır.
Xassələrdən ən vacibi isə etibarlılıq xassəsidir. Çünki informasiya etibarlı olmazsa, digər xassələrin heç bir əhəmiyyəti qalmır. Məsələn, avtobus saat 18:20-də gələcək desək, informasiya əgər səhvdirsə, onun etibarlı və anlaşıqlı olması heç nəyi dəyişmir. İnformasiyanın təqdim edilmə üsulları. İnformasiya dediyimiz kimi, bizə ətraf aləm və hadisələr haqqında məlumat verən hər şeydir. İnsanlar və müxtəlif iş sahələrində informasiyanı müxtəlif formalarda təqdim edirlər. Məlumat bizə necə çatdırılır, hansı formalarda ola bilər, onları öyrənəcəyik bugün. İnformasiya bəzən sözlə verilir, bəzən cədvəllə, bəzən qrafiklə, bəzən səslə və video ilə verilir. Gəlin bunlara bir-bir baxaq. Bu formalar informasiyanın qavranılmasını və analiz edilməsini asanlaşdırır. Əsas təqdim etmə formalarına bunlar daxildir. Mətn informasiyası, ədədi informasiya, qrafiki informasiya, səs informasiyası və video informasiya. Mətn informasiya. Mətn informasiyanın ən çox istifadə olunan formasıdır. Sözlərlə, cümlələrlə yazılan məlumatlardır. Kitablarda, dərsliklərdə, qəzetlərdə, internet saytlarında gördüyümüz yazılar hamısı mətn formasında olur. Üstünlükləri nələrdir? Mətn bizə məlumatı tam və detallı çatdırır. Məsələn, bir mövzu haqqında kitab oxuyanda biz həmin mövzunu yazılı şəkildə öyrənirik. Mətnin üstünlüyü ondadır ki, istədiyimiz hissəni yenidən oxuya və qeyd götürə bilərik. Ədədi informasiya. Ədədi informasiya, informasiyanın rəqəmlərlə ifadə olunmuş formasıdır. Yəni, məlumat sözlə yox, saylarla göstərilir. Bu forma bizə ölçmək, hesablamaq və müqayisə aparmaq üçün çox rahatdır. Gəlin sadə şəkildə izah edim. Məsələn, sinifdə 25 şagird var deyirik. Bu məlumatda 25 rəqəmdir, yəni ədədi informasiyadır. Ədədi informasiyanın üstünlükləri nələrdir? Bayaq dediyim kimi, hesablamaq və statik analiz aparmaq asanlaşır. Müqayisə aparmaq daha dəqiq olur. Kompüterlərdə də emal etmək daha asan olur. Sadə dillə desək, ədədi informasiya nə qədər sualına cavab verən məlumatdır. İnformasiyanın qrafik forması. Qrafik və ya diaqram məlumatın şəkil və xətlər vasitəsilə göstərilməsidir. Burada rəqəmlər yox, xətlər, sütunlar, dairələr olur. Bu da məlumatın artım-azalma meylini tez görməyə kömək edir. Üstünlüyü nələrdir? Dəyişiklikləri, artım və azalmanı tez görmək olur. Məsələn, ilin aylarına görə temperatur dəyişimini qrafikdə göstərsək, bir baxışda hansı ayda isti, hansı ayda soyuq olduğunu görə bilərik. Yəni, qrafiklər bizə rəqəmləri vizual şəkildə anlamağa kömək edir. Səs informasiyası. Bəzən məlumat vasitəsilə bizə çatdırılır. Yəni, məlumat yazılı formada olmur. Qulağımızla eşidirik. Bu da informasiyanın səs formasında təqdim edilməsidir. Üstünlüyü ondan ibarətdir ki, mətn oxumağa vaxt olmadıqda dinləməklə məlumatı qəbul etmək olur. Nümunə olaraq bunlara radio verilişləri, xəbər bulletinləri, audio kitabları göstərmək olar. Burada məlumatı oxumuruq, dinləyirik. Səs forması çox vaxt emosiyanı da daha yaxşı çatdırır. Məsələn, müəllimə dərsi səsi ilə izah edir, tələbə də qulaq asır. Video informasiya. Video həm görüntü, həm də səsin bir yerdə olmasıdır. Yəni, həm baxırıq, həm də eşidirik. Bu informasiyanı ən təsirli şəkildə qəbul etməyimizə kömək edir. Üstünlüyü nələrdir? Ən təsirli təqdimat formasıdır. Həm vizual, həm də eşidilən informasiyanı birlikdə görürük. Məsələn, bir mövzunu oxumaq əvəzinə video dərs izləsək, həm şəkillərlə görürük, həm də müəllimin danışığını eşidirik. Bu mövzunu daha tez öyrənməyə imkan verir. Filmlər, təlim videoları, reportajlar, hamısı informasiyanın video formasında təqdim edilməsidir. Gördüyümüz kimi,
İnformasiya müxtəlif formalarda ola bilər. Mətn, cədvəl, qrafik, səs və video. Hansı formada veriləcəyi məqsəddən və mövzudan asılı olur. Əgər dəqiq və geniş məlumat lazımdırsa mətn, müqayisə və statik məlumat üçün cədvəl, dəyişiklikləri görmək üçün qrafik, sadəcə qulaq asmaq üçün səs, həm baxmaq, həm eşitmək istəyiriksə, video informasiyasından istifadə etmək olar. Beləliklə, bugün informatikanın xassələrini və onların təqdim edilmə formalarını öyrəndik. Mətn, ədədi, qrafik, səs və video formasında informasiya necə təqdim olunduğunu gördük. Gələn dərsdə informasiyanın proseslərinə baxacağıq. Videonu bəyəndinizsə like edin. Suallarınızı və rəylərinizi şərh bölməsində yazmağı unutmayın. Sizin fikirləriniz mənim üçün önəmlidir. Abunə olmağı və bildirişləri açmağı unutmayın ki, dərsi qaçırmayasınız. Hamınıza uğurlar arzulayıram və növbəti dərsdə görüşənədək sağ olun.